Salamlar hər birinizə. Buraxılışa aid belə bir suallarımız mövcuddur. Sualımızda deyir ki, 0,2 üstəgəl 0,2 cəmini hesablayın. Siz videonu saxlayaraq hesablamanızı aparın, şərhlər bölməsində qeyd edin və daha sonra cavabınızın doğruluğunu yoxlaya bilərsiniz. Deməli, bilirik ki, bu qarışıq dövr-onluq kəsirdir. Qarışıq dövr-onluq kəsirdə mötərizə içindəki rəqəmlərin sayı qədər 9 və bu hissədə olan rəqəmlərin sayı qədər 0 olur. Və 26-dan da çıxırıq çöldə olanı. 26-dan da 2-ni çıxanda eləyəcək 24 plus 10-2. Siz ixtisar aparıb bunu 2 ixtisar aparanda və yaxud da 2 ixtisar aparmasaq da yazmaq olar. Çünki axırda bizə lazım olacaq. Orta məxricimiz 90-dır. Bu 90-a gətiriləni 9-a vurulacaq. Olacaq 24 plus 18 olur 90-da 42. Bunu da çevirəndə budaqlı bölmə ilə bölə bilərsiniz. Və yaxud da elə düşünün ki, bu formada olmalıdır ki, 90 olsun. Yəni burada bir rəqəm olmalıdır. Burada da bir dənə rəqəm olmalıdır ki, bu 9-u əmələ gətirsin, bu da 0-ı əmələ gətirsin. Və ümumidən çöldəkini çıxanda 42 alınsın. Doğru cavabımız olur 0,14/6 və yaxud da 92. İxtisar aparılmış forması isə deməli 45-də 21. İxtisar da bunu daha da ixtisar aparır. 6-ya birbaşa aparsaydıq 15-də 7 olacaqdı cavabımız.